Salam əziz şagirdlər. Bu videoda İzə nəşri riyaziyyat test toplusunun ilk mövzusunu, yəni natural ədədlər mövzusunu izah edəcəm. Baxaq birinci suala. 2 üstü 3 vur 3 üstü 2 vur 5 üstü 1 ədədlərinin natural bölənlərinin sayını tapın. Natural bölənlərin sayını tapmaq üçün qüvvətlərin üzərinə 1 əlavə edib bir-birinə vurmalıyıq. Bu da alınır 4 vur 3 vur 2. Cavab 24. C variantı. Baxaq indi ikinci suala. 2 üstü 4 vur 3 üstü k ədədlərinin natural bölənlərin sayı 15-ə bərabərdir. K-nı tapın. Natural bölənlərin sayını tapmaq üçün qüvvətlərin üzərinə 1 əlavə edib bir-birinə vurmalıyıq. Bizə də şərtdə qeyd edib ki, natural bölənlərin sayı 15-ə bərabərdir. Bərabər edirik 15-ə. 4 üstə gəl 1 alınır 5 vurulsun k üstə 1 bərabərdir 15. Buradan k üstə 1-i tapaq. 15-i 5-ə böldükdə alınır 3. Buradan da k bərabərdir. 3-dən çıxırıq 1-i 2. Deməli, cavab B variantı. Baxaq indi üçüncü suala. Bu hasilin 8-ə bölünməsindən alınan qalığı tapın. Burada birinci ədədi 168.880 üstə gəl 6 şəklində yaza bilərəm. İkinci ədədi də 168.880 üstə gəl 5 şəklində yazıram. Burada birinci ədəd 8-ə tam bölünür, yəni qalıq 0 alınır. Burada da birinci ədəd 8-ə tam bölünür, qalıq alınır 0. 6-ı 8-ə böldükdə qalıq 6 düşür, 5-i də 8-ə böldükdə qalıq 5 alınır. İndi yenidən 6-nı vururam 5-ə, 30-un 8-ə bölünməsindən alınan qalığı tapıram. 3 dəfə 8, 24, qalıq isə 6 alınır. Cavab D variantı. Baxaq indi dördüncü suala. 1-dən 26-ya qədər natural ədədlərin hasili neçə sıfırla bitir? 10 ədədini 2 və 5 vuruqları yaradır. 2-lərin sayı 5-lərin sayından çoxdur. Ona görə bizə 5-lərin sayını tapmaq kifayətdir. Baxaq görək 5 vuruğu hansı ədədlərdə var? 5-də, 10-da, 15-də, 20 və 25-də. 5, 5 vur 1 deməkdir. Burada bir dənə 5 vuruğu var. 10, 5 vur 2 deməkdir. Burada da bir dənə 5 vuruğu var. 15-də bir dənə 5 vuruğu var. 20-də bir dənə 5 vuruğu var. 25-də isə 2 dənə 5 vuruğu var. Deməli, neçə dənə 5 vuruğu olmuş oldu? 1, 2, 3, 4, bu da 2, 6 dənə. Yəni, hər bu 5 vuruğu bir dənə 2 vuruğu ilə 10 əmələ gətirir. Yəni, 6 dənə 10 olur. Ona görə də ədədin sonu 6 sıfırla bitmiş olur. Cavab C variantı. Baxaq indi 5-ci suala. Ən böyük 2 rəqəmli cüt ədədlər məxrəci 49 olan ən böyük düzgün kəsrin hasilini tapın. Ən böyük 2 rəqəmli cüt ədəd 98-dir. Məxrəci 49 olan ən böyük düzgün kəsir isə 49-da 48-dir. Bunların hasilini tapaq. 98 ilə 49 ixtisar gedir. Qalır burada 2. 2-ni də 48-ə vurduqda alınır 96. Cavab A variantı. Baxaq indi 6-cı suala. Ən böyük 2 rəqəmli ədədlə məxrəci 33 olan ən böyük düzgün kəsirin hasilinin 2 mislini tapın. Ən böyük 2 rəqəmli ədəd 99-dur. Məxrəci 33 olan ən böyük düzgün kəsir isə 33-də 32-dir. Bunların hasilinin 2 mislini soruşur. Deməli, 99 ilə 33 ixtisar gedir. Burada 3 qalır. 3-ü vururuq 32-yə, bunu da vururuq 2-yə. Deməli, 96 vur 2. 192. Cavab Y variantı. 7-ci suala baxaq. A və B natural ədədlər, C isə onların ortaq olmayan sayda vuruqlarının hasilidir. AB bölünsün C bərabərdir 400 olarsa, əbob AB-ni tapın. Düstura əsasən bilirik ki, əbob AB bərabərdir kök altda AB böl C-yə. İndi gətirib AB böl C-nin qiymətini düsturda yerinə yazaq. Əbob AB bərabərdir kök altda 400. Bu da bərabərdir 20-yə. Cavab Y variantı. Baxaq indi 8-ci suala. 2 rəqəmli AB ədədində A üstə gəl B bərabərdir 5 şərtini ödəyən ədədlərin sayını tapın.
Burada A və B-yə qiymətlər verək. A-ya 0, B-yə 5 verə bilmərik. Çünki iki rəqəmli ədəd 0 ilə başlaya bilməz. Yəni A 0 ola bilməz. A 1 olsa B olur 4, A 2 olsa B olur 3, A 3 olsa B 2, A 4 olsa B 1 olur. A 5 olsa B 0-a bərabər olur. Deməli, bu şərti ödəyən neçə dənə ədəd oldu? 14, 23, 32, 41 və 50. 5 dənə ədəd oldu. Cavab A variantı. Baxaq indi 9-cu suala. AB ədədində A + B bərabərdir 4 şərtini ödəyən və rəqəmləri müxtəlif olan ədədlərin sayını tapın. Yenə burada A 0, B 4 ola bilməz. Çünki iki rəqəmli ədəd 0 ilə başlaya bilməz. Yəni A 0-a bərabər ola bilməz. A 1 olsa B olur 3, A 2 olsa B olur 2, A 3 olsa B olur 1, A 4 olsa B olur 0. Deməli, bu şərti ödəyən ədədlər hansılar oldu? 13, 22, 31 və 40. Burada rəqəmləri müxtəlif dediyinə görə biz 22-ni götürə bilmərik. Deməli, bu şərti ödəyən və rəqəmləri müxtəlif olan 3 dənə ədəd oldu. 13, 31 və 40. Cavab D variantı. 10-cu sual. 2 ədədin cəmi 187-yə bərabərdir. Böyük ədədi kiçik ədədə böldükdə qismətdə 4, qalıqda isə 2 alınır. Deməli, biz buradan A-nı tapa bilərik. A nəyə bərabərdir? Natamam qismət vurulsun bölən, üzərinə gəlsin qalıq. Yəni A bərabərdir 4B + 2. Biz bu A-nın qiymətini gətirib yuxarıda yerinə yazaq. 4B + 2 + B bərabərdir 187. Buradan 5B bərabərdir 187-dən 2 çıxdıqda 185. B də bərabərdir 37-yə. B-ni 37 tapdıq. Onda A nəyə bərabərdir? A da bərabərdir 4 vur B-yə, yəni 4 vur 37 + 2 bərabərdir 148 + 2. Deməli, A 150, B 37-yə bərabər oldu. Bizdən böyük ədədi soruşur. Cavab C variantı. Baxaq indi 11-ci suala. 2 ədədin cəmi 124-ə bərabərdir. Böyük ədədi kiçik ədədə böldükdə natamam qismətdə 6, qalıqda isə 5 alınır. Ədədlərdən kiçiyini tapın. Burada da A bərabərdir, natamam qismət vurulsun bölən, üstə gəlsin qalıq. A-nın bu qiymətini gətirib yuxarıda yerinə yazaq. A-nın yerinə yazıram bu ifadəni. 6B + 5 + B bərabərdir 124. 7B bərabərdir 124-dən 5 çıxdıqda 119. B də bərabərdir. Bir dəfə, bir də 7 dəfə. Deməli, B 17-yə bərabər oldu. Buradan A-nı da tapaq. 6 vur 17 + 5 bərabərdir 102 + 5. Deməli, A oldu 107, B də oldu 17. Bizdən ədədlərdən kiçiyini soruşur. Cavab 17. Baxaq indi 12-ci suala. Ədədi 6-ya böldükdə qalıqda alına bilən ədədlərin cəmini tapın. Qalıq həmişə böləndən kiçik alınmalıdır. Ədədi 6-ya bölürüksə, yəni bölən 6-ya bərabərdirsə, onda qalıq 1, 2, 3, 4 və 5 alına bilər. 6-ya bərabər və ya 6-dan böyük alına bilməz. Bizdən bunların cəmini soruşur. Cavab C variantı. Baxaq indi 13-cü suala. Ədədi 5-ə böldükdə qalıqda alına bilən natural ədədlərin hasilini hesablayın. Ədədi 5-ə bölürüksə, yəni bölən 5-ə bərabərdirsə, onda qalıq alına bilər 1, 2, 3 və 4. 5-dən böyük və ya 5-ə bərabər alına bilməz. Bu ədədlərin hasili isə 2 vur 12, 24-ə bərabərdir. Cavab C variantı. 14-cü sual. A ədədi B-nin böləni olarsa, əkub AB + əbub AB-ni tapın. Qaydaya əsasən A B-nin böləni olduqda, onda əkub B-yə bərabər olur, əbub isə A-ya bərabər olur. Yəni cavab
A üstəgəl B. D variantı. 15-ci sual. A üstəgəl B böl B bərabərdir 8 olarsa, əçob AB çıx əbob AB-ni tapın. A üstəgəl B bərabərdir 8B-yə. Buradan A-nı tapırıq 7B. Gətirib A-nın yerinə 7B yazaq. Əçob 7B. B çıx əbob 7B B. Burada əçob 7B-yə bərabərdir. Əbob isə B-yə bərabərdir. Yəni cavab 6B. A variantı. Baxaq 16-cı suala. A üstəgəl B böl B bərabərdir 4 olarsa, əçob AB çıx əbob AB bərabərdir sual. A üstəgəl B bərabərdir 4B-yə. Buradan A-nı tapdıq, 3B-yə bərabərdir. Gətirib A-nın yerinə 3B yazaq. 3B, B, çıx əbob 3B, B bərabərdir. Burada əçob 3B-yə bərabərdir. Əbob isə B-yə bərabərdir. Yəni cavab 2B alınır. A variantı. On 17-ci sual. Tunar fikrində tutduğu ədədi 16-ya böldükdə qalıqda 15 alınır. Bu ədədi 4-ə böldükdə qalıqda neçə alınır? Bunu iki cür həll etmək olur. Baxaq birinci üsula. Buradan A nəyə bərabərdir? Natamam qismət vurulsun bölən, yəni 16C üstəgəl 15-ə. Biz A-nı bu ifadə ilə əvəz etdik. İndi 4-ə bölünməsinə alınan qalığı tapaq. 16C 4-ə bölünür, tam bölünür, qalır 4C üstəgəl. 15-i 4-ə böldükdə 3 dəfə, qalıq isə 3 alınır. İndi ikinci üsula baxaq. Biz 16-ya böldükdə qalıqda 15 alınan bir dənə ədəd deyək. Məsələn 31. 31-i 16-ya böldükdə alınır bir dəfə, qalıq 15. Deməli, Tunarın fikrində tutduğu ədəd 31 ola bilər. İndi 31-in 4-ə bölünməsindən alınan qalığı tapaq. 7 dəfə 28, qalıq isə 3-ə bərabərdir. Cavab D variantı. 18-ci sual. A ədədini, anar A ədədini 6-ya böldükdə qalıqda 4 alınır. Əgər A kub üstəgəl 4A ədədini 6-ya bölərsə, qalıqda neçə alınır? 6-ya böldükdə qalıqda 4 alınan bir dənə ədəd deyək. Məsələn 10. Onu 6-ya böldükdə natamam qismət 1, qalıq 4 alınır. Deməli, A-nın yerinə 10 yaza bilərik. İndi bu ifadədə A-nın yerinə 10 yazaq. 1000 üstəgəl 4-ü 10-a vurduqda 40. Yəni 1040. İndi deyir, əgər A kub üstəgəl 4A ədədini, yəni bu ədədi 6-ya bölərsə qalıqda neçə alınır? 1040 ədədin bölək 6-ya. Çubuqlu bölməklə bölək. Bir dəfə 6, 44-də 7 dəfə 42, 20-də 3 dəfə 18, qalıq alındı 2. Natamam qismət 173, qalıq isə 2 alındı. Cavab B variantı. 19-cu sual. Əçob 2x, 3x bərabərdir əçob 75, 200-ə. X-ı tapın. Biz bilirik ki, əçob və əbobda ortaq vuruğu əvvələ çıxara bilərik. Burada ortaq vuruq x-dır. X-ı çıxaraq əvvələ. Qalır əçob 2, 3. 2 və 3 də qarşılıqlı sadə ədədlər olduğuna görə onların əçobu hasillərinə bərabərdir. Yəni 2 vur 3-ə. X vur 6, yəni 6x. Deməli 2x və 3x-in əçobu 6x-a bərabərdir. İndi tapaq 75 və 200-ün əçobun. %75-i 25 vur 3 şəklində yazaram. 200-ü də 25 vur 8. Deməli, bu 5-in kvadratı vur 3-dür. Bu da bərabərdir 5-in kvadratı vur 2-nin kubu. Onda 75 və 200-ün əçobu nəyə bərabər olur? 5-in kvadratı vurulsun 2-nin kubu, bir də vurulsun 3. Yəni 25 vur 8 vur 3 bərabərdir.
200 vur 3. Yəni 600. Deməli 75 və 200-ün əçobu da 600-ə bərabər oldu. Onda yazırıq. 6x bərabərdir 600. Buradan da x-i tapırıq ki, 100-ə bərabərdir. Cavab A variantı. 20-ci sual. X çıx 4 vur y üstə gəl 8 bərabərdir 13 tənliyinin natural həlləri üçün x, y-i tapın. X və y də natural ədədlərdir. 13 sadə ədəd olduğuna görə onun vuruqları yalnız 13 və 1-dir. İndi burada 2 variant ola bilər. Ya 1 vur 13 ola bilər, ya da 13 vur 1 ola bilər. Əgər 13 vur 1 olsa, onda y üstə gəl 8 1-ə bərabər olur. Y də tapırıq ki, mənfi 7-yə bərabərdir. Amma bizə burada qeyd edib ki, x və y natural ədədlərdir. Ona görə bu variant ola bilməz. Deməli, x çıx 4 1-ə bərabərdir. Y üstə gəl 8 də 13-ə bərabərdir. Buradan x-i tapırıq 5, y də bərabərdir 13 çıx 8, 5. Deməli, x və y cavabları 5-dir. Onda x-i vur y-ə, 5 vur 5 bərabərdir 25. Baxaq indi 21-ci suala. A və B natural ədədlərdir. A çıx B vurulsun A üstə gəl B bərabərdir 17 olarsa A üstə 2B-ni tapın. 17 də sadə ədəd olduğuna görə onun vuruqları yalnız 17 və 1-dir. Burada A üstə gəl B bərabər olur 17-yə, A çıx B də bərabər olur 1-ə. Tərəf-tərəfə toplayaq. 2A bərabərdir, B-lər gedir 18. A da bərabərdir 9-a. Buradan da B-ni tapaq. B də bərabərdir A çıx 1-ə. Onda B bərabərdir 9-dan 1 çıxırıq 8. Deməli, A 9 alındı, B də 8. Onda A üstə gəl 2B nəyə bərabər olur? 9 üstə gəl 2 vur 8 bərabərdir 25-ə. Cavab C variantı. 22-ci sual. Bu ədədin 14-ə bölünməsindən alınan qalığı tapın. Burada 2 və 7 vuruqları olduğuna görə bu ədəd 14-ə tam bölünür. Bunlar 14 ilə ixtisar gedir, yəni tam bölünür, qalıq 0 alınır. İndi baxaq 17-ni 14-ə böldükdə qalıq neçə alınır? Bir dəfə 14, qalıq isə 3 alınır. Cavab A variantı. Deməli elə bu ədədin də 14-ə bölünməsindən alınan qalıq 3-ə bərabərdir. A variantı. 23-cü sual. 2 rəqəmli ədədin rəqəmlərinin yerini dəyişdikdə verilən ədəd 9 vahid azalır. 2 rəqəmli ədəd olsun AB, yerini dəyişdikdə isə BA olur. Verilən ədəd 9 vahid azalır. Belə ədədlərin ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. Yəni, AB çıx BA bərabər olur 9-a. İndi AB və BA-nı açaq. 10A üstə gəl B, çıx mənfi olduğuna görə 10B çıx A olur, bərabərdir 9. Buradan 10A-dan A-nı çıxdıqda 9A, çıx 9B bərabərdir 9. Buradan A çıx B bərabərdir 1-ə. İndi A və B-yə qiymətlər verək. A 9 olsa B olur 8, A 8 olsa B 7, A 7 olsa 6, 6 5, 5 4. Deməli, A 9 B 8 olduqda ədəd olur 98. Burada 87, 76, 65, 43, 32 və 21. Ən böyük ədəd oldu 98. Ən kiçik ədəd isə 21 oldu. Bizdən bu ədədlərin fərqini soruşur. 98 çıx 21 bərabərdir 77-yə. Cavab A variantı. 24-cü sual. Bu ədədin 15-ə bölünməsindən alınan qalığı tapın. Birinci ədəd 15-ə tam bölünür. Çünki 3 və 5 vuruqları var. Bu da 15 ilə ixtisar gedir. Yəni 15-ə tam bölünür. Qalıq 0 alınır. İndi baxaq 29-u 15-ə böldükdə qalıq neçə alınır? Bir dəfə 15, 29-dan da 15 çıxdıqda 14 alınır. Deməli, elə bu ədədin də 15-ə bölünməsindən alınan qalıq 14-ə bərabərdir. Cavab D variantı.
25-ci suala baxaq. 3 ardıcıl natural ədədin cəmi 42-dir. Kiçik ədədlə böyük ədədin cəmini tapın. Deməli, birinci ədəd olsun n, ikinci olsun n üstəgəl 1, üçüncü də n üstəgəl 2. Bunların cəmi isə 42-yə bərabərdir. 3n üstəgəl 3 bərabərdir 42. 3n bərabərdir 39. Buradan da n bərabərdir 13-ə. Deməli, birinci ədəd oldu 13, ikinci oldu 14, üçüncü də oldu 15. Kiçik ədədlə böyük ədədin cəmini tapın. Kiçik ədəd 13-dür, böyük ədəd isə 15. Bunların cəmi isə 28-ə bərabərdir. Cavab B variantı. 26-cı sual. 3 ardıcıl tək natural ədədin cəmi 9-dur. Böyük ədədi tapın. Ardıcıl tək natural ədədlər 2n üstəgəl 1, 2n üstə 3, 2n üstə 5, 2n üstə 7, 2n üstə 9 və s. şəklində yazılır. İndi 3 ardıcıl tək natural ədədi yazaq. Birinci 2n üstəgəl 1, ikinci 2n üstə 3, üçüncü də 2n üstə 5. Bunların cəmi isə 9-a bərabərdir. Deməli, 6n üstəgəl 9 bərabərdir 9. Buradan 6n bərabərdir 0-a. Deməli, n də 0-a bərabərdir. Onda birinci ədəd olur. N-in yerinə 0 yazsaq 1, ikinci ədəd olur 3, üçüncü ədəd isə 5-ə bərabər olur. Bizdən də böyük ədədi soruşur. Böyük ədəd 5-ə bərabərdir. Cavab C variantı. 27-ci sual. Bu şərti ödəyən natural ədədlərin sayını tapın. Deməli, bu şərti ödəyən natural ədədləri yazaq. Bərabər işarəsi qoyulduğuna görə 21 və 31 də daxildir. Deməli, bu şərti ödəyən natural ədədləri yazdıq. Neçədən oldu? 3, 6, 9, 11. Deməli, bu şərti ödəyən 11 dənə natural ədəd var. Və yaxud qısaca belə yazmaq olar. Əgər hər iki tərəfdə bərabər işarəsi qoyulubsa, onda sonuncu ədəddən çıxırıq birinci ədədi, üzərinə 1 əlavə edirik. Yəni, 31 çıx 21 üstəgəl 1. 10 üstəgəl 1 bərabərdir 11. Deməli, cavab Y variantı. 8-ci sual. Bu şərti ödəyən natural ədədlərin sayını tapın. Bu şərti ödəyən natural ədədləri yazaq. 17-də bərabər işarəsi qoyulduğuna görə 17 daxildir. 27-ni yazmıram, çünki 27 daxil deyil. Neçədən natural ədəd oldu? 3, 6, 10. Deməli, bu şərti ödəyən 10 dənə natural ədəd var. Və yaxud qısaca belə yazmaq olar. Əgər birinci ədəddə bərabər işarəsi qoyulub, ikincidə qoyulmayıbsa, onda sonuncu ədəddən çıxırıq birinci ədədi. Bərabərdir 27 çıx 17. Bərabərdir 10. Amma hər iki tərəfdə bərabər işarəsi də qoyularsa, onda sonuncudan birincini çıxıb üzərinə bir əlavə edirik. 28-də A variantı. 29-cu sual. 25 çıx 2x ifadəsinin qiyməti 22 və 55 ədədlərinin ən böyük ortaq böləninə bərabər olarsa x-i tapın. Yəni 25 çıx 2x ifadəsi 22 və 55-in əbobuna bərabərdir. İlk öncə 22 və 55-in əbobunu tapaq. 22 2 vur 11-dir, 55 isə 5 vur 11-dir. Burada ortaq olan 11-dir. Deməli, əbobu 11-ə bərabərdir. İndi yazırıq 25 çıx 2x bərabərdir 11-ə. Buradan da 2x bərabərdir 14-ə. X də bərabərdir 7. Deməli, cavab D variantı. 30-cu suala baxaq. Arabanın qabaq təkərinin çevrəsinin uzunluğu 180 cm, arxa təkərinin çevrəsinin uzunluğu isə 270 cm-dir. Arabanın təkərlərini tam sayda dövr etməsi üçün getdiyi ən qısa məsafəni tapın. Burada axtardığımız məsafə həm 180-ə tam bölünməlidir, həm də 270-ə tam bölünməlidir. Və ən kiçik olmalıdır. Deməli, bu axtardığımız məsafə, yəni bu ədəd 180 və 270-in əkobudur. – 180-i sayda vuruqlara ayıraq. Deməli, 180-in vuruqları oldu 2 üstü 2, çünki 2-dən 2 dənədir. 3 üstü 2 vur 5. 270.
Demək 270 də bərabərdir 2 vur 3 üstü 3-ə, vur 5-ə. Əçobda ən böyükləri götürmək lazımdır. Yəni burada 2 üstü 2, burada 2-dir. Bunu götürürük. Burada 3 üstü 2, burada 3 üstü 3-dür. 3 üstü 3-ü götürürük. Bir də 5. Bu da bərabər 4 vur 27 vur 5. Yəni 20 vur 27. 540 santimetr. Bizə cavabları metrdən verib. Ona görə 540-ı bölməliyik 100-ə. Bu da bərabərdir 5,4 metrə. Cavab B variantı. 31-ci suala. Bu ədədin 15-ə bölünməsindən alınan qalığı tapın. Bu ədəd 15-ə tam bölünür. Çünki 5 vur 6 30 eləyir, 30 da 15-ə tam bölünür. Qalır bu ədəd 7 vur 8 vur 9 vur 10. Yəni tam bölünür. Qalıq 0 alınır. İndi baxaq 19-un 15-ə bölünməsindən alınan qalığa. Bir dəfə 15, 19-dan da 15-i çıxdıqda alınır 4. Deməli, bu ədədin 15-ə bölünməsinə alınan qalıq 4-ə bərabərdir. Cavab C variantı. Baxaq 32-ci suala. Aşağıdakı ədədlərdən hansı n-in bütün natural qiymətlərində cütdür? Yəni, n-in yerində tək ədəd də olsa, cüt ədəd də olsa, aşağıdakı ədəd cüt ədəd olmalıdır. İndi biz n-in yerinə bir dəfə tək ədəd qoyub yoxlayaq, bir dəfə də cüt ədəd. Baxaq indi A variantına. N kvadrat üstəgəl n üstəgəl 5. N-in yerinə 1 qoysaq, yəni tək ədəd qoysaq, olur 1 üstəgəl 1 üstəgəl 5. Alındı 7. N-in yerinə cüt ədəd yazsaq, yəni 2-ni 4 üstəgəl 2 üstəgəl 5. Alındı 11. Yəni n-in yerində tək və cüt ədəd olduqda yalnız tək ədəd alındı. Deməli A variantı deyil. Bizə lazımdır ki, yalnız cüt ədəd alınsın. Baxaq indi B variantına. N vur n üstəgəl 3 vur n üstəgəl 4. N-in yerinə 1 yazdıqda 1 vur 4 vur 5 alınır 20. N-in yerinə 2 yazdıqda 2 vur 5 vur 6 alınır 60. Deməli n-in tək və cüt qiymətlərində B variantındakı ədəd yalnız cüt ədəd alındı. Deməli cavab B variantıdır. 33-cü suala baxaq. Aşağıdakı ədədlərdən hansı A-nın bütün natural qiymətlərində təkdir? Yəni A tək ədəd də olsa, cüt ədəd də olsa, aşağıdakı ədəd yalnız tək ədəd alınmalıdır. Ona görə A-ya bir dəfə tək ədəd qoyub yoxlayaq, bir dəfə də cüt ədəd. Baxaq A variantına. 2 vur A. A-nın yerinə tək ədəd yazdıqda 2 vur 1 bərabər olur 2, yəni cüt ədəd. A-nın yerinə cüt ədəd yazdıqda alınır yenə cüt ədəd. Deməli A variantı deyil. Baxaq B variantına. A kvadrat üstəgəl A üstəgəl 5 bərabərdir. A-nın yerinə 1 yazdıqda 1 üstəgəl 1 üstəgəl 5 alındı tək ədəd. A-nın yerinə 2 yazdıqda 4 üstəgəl 2 üstəgəl 5 alındı 11, yəni tək ədəd. Deməli B variantındakı ədəd A-nın bütün qiymətlərində yalnız tək ədəd alındı. Cavab B variantıdır. İndi baxaq 34-cü suala. 60 ədədinin tam bölənlərinin cəmini tapın. 60-ın bölənlərini yazaq. 1, 2, 3, 4, 5, 6, 10, 12, 15, 20, 30 və 60. Burada tam bölənləri dediyinə görə mənfilərini də yazırıq. Və mənfi 60. Bunların cəmi isə 0-a bərabər olur. Çünki müsbət ədədlər özlərinin əksi ilə cəmi 0-a bərabər olur. Cavab B variantı. 35-ci sual. 48 ədədinin tam bölənlərinin cəmini tapın. 48-in bölənlərini yazaq. 1, 2, 3, 4, 6, 8, 12, 16, 24 və 48. Burada da tam bölənləri dediyinə görə mənfilərini də yazmalıyıq. Mənfi 48. Bunların cəmi isə 0-a bərabər olur. Çünki müsbət ədədlərin özlərinin əksi ilə cəmi 0-a bərabərdir. Cavab A variantı. 36-cı sual. Əkob 5x, 3x bərabərdir 150 olarsa, əbob 3x, 6x-i tapın. Deməli, biz bilirik ki, əkob və əbobda ortaq vuruğu əvvələ çıxara bilərik. Burada da ortaq vuruq x-dir. X-i çıxardım əvvələ. Qaldı əkob 5, 3. 5 və 3 də qarşılıqlı sadə ədədlərdir. Ona görə onların əkobu hasillərinə bərabərdir. Yəni 15-ə. Qarşıda da x var. Alınır 15x. Deməli, əkob 5x, 3x 15x-a bərabər oldu. Onu da bərabər edirik 150-yə. Buradan x-i tapırıq 10. İndi onu gətirib burada yerinə yazaq.
EBOB 3'ü 10'a vurduqda 30, 6'nı 10'a vurduqda 60 bərabərdir. Burada 30 60'ın böləndi. Ona görə EBOB 30'a bərabər olur. Cavab B variantı. İndi 37-yə baxaq. EÇOB 4x 6x bərabərdir 240 olarsa, EBOB 4x 6x'i tapın. Deməli 4x bərabərdir 4 vur x yazaram. Yəni 2 üstü 2 vur x. 6x da yazaram. 6 vur x. 6'ını da yazaram 2 vur 3. Onda EÇOB nəyə bərabər olur? 2 üstü 2 vur x bir də vur 3. Bərabərdir 240. Deməli 12x bərabərdir 240'a. Buradan da x bərabərdir 240'ı 12'yə böldükdə alınır 20. İndi x'i gətirib burada yerinə yazaq. EBOB 4'ü 20'yə vurduqda 80, 6'nı 20'yə vurduqda 120 alınır. 80 40 vur 2 deməkdir. 120 də 40 vur 3 deməkdir. Burada ortaq vuruq 40'dır. Yəni EBOB-u 40'a bərabərdir. Cavab C variantı. İndi baxaq 38'ə. A və B natural ədədlərdir. EÇOB AB bərabərdir 160. Ortaq olmayan sadə vuruqların hasili 4 olarsa, yəni C bərabərdir 4 olarsa, EBOB-u tapın. Belə bir düstur var ki, EÇOB-u EBOB-a böldükdə C-yə bərabər olur. Yəni ortaq olmayan sadə vuruqların hasilinə. EÇOB 160'dır. Yerinə yazaq. EBOB-u bilmirik. C də bərabərdir 4'ə. Buradan onda EBOB-u tapaq. EBOB AB bərabərdir 160'ı 4'ə böldükdə alınır 40. Cavab Y variantı. 39-cu sual. Burada da A və B natural ədədlərdir. EÇOB AB 150, ortaq olmayan sadə vuruqların hasili isə 5'ə bərabərdir. C isə 5'ə bərabərdir. Bizdən EBOB-u soruşur. Yenə düstura əsasən yazırıq. EÇOB AB bölünsün EBOB AB bərabərdir C-yə. Gətirib düsturda yerinə yazaq. EÇOB 150. EBOB-u bilmirik. C isə 5'ə bərabərdir. Buradan EBOB-u tapırıq. 150'ni 5'ə böldükdə alınır 30. Deməli, EBOB 30'a bərabərdir. Cavab B variantı. Baxaq indi 40-cı suala. A və B sıfırdan fərqlidir. Bu ədədi 3'ə böldükdə qalıqda 2 alınır. Bu ədəd 25'ə tam bölünürsə A üstə gəl B cəmini tapın. 25'ə bölünmə əlaməti odur ki, sonu ya 0,0 olmalıdır ya da son 2 rəqəmi 25'ə tam bölünməlidir. Onda deməli, sonu 0,0 olsa 25'ə tam bölünür, 25 olsa tam bölünür, 50 olsa tam bölünür, bir də 75 olsa 25'ə tam bölünür. Burada A və B 0 ola bilməz. Ona görə bu ədədləri qoya bilmərik. Sonra deyir, 3'ə böldükdə qalıqda 2 alınır. İndi yazaq. AB-nin yerinə 2 və 5 yazaq. Onda rəqəmləri cəmi neçə olur? 7 üstə gəl 3, üstə gəl 1, üstə 2, üstə gəl 5. 18. Rəqəmləri cəmi 3'ə tam bölünürsə, deməli həmin ədəddə 3'ə tam bölünür. Burada rəqəmləri cəmi 18'dir. 3'ə tam bölünür. Deməli bu ədəddə əgər AB-yə 25 yazsaq, bu ədəddə 3'ə tam bölünür. Amma bizə qeyd edib ki, 3'ə böldükdə qalıqda 2 alınsın. Deməli 25 də ola bilməz. Son 2 rəqəmi 75 olsa, onda olur 10, üstə gəl 8, üstə gəl 5, yəni 23. 21 3'ə tam bölünür, amma 23'ü 3'ə böldükdə qalıqda 2 alınır. Deməli, AB 75 olsa, bu şərtlər ödənir. A üstə gəl B də bərabərdir 12'yə. Bax 41-ci suala. Uzunluğu 60 metr olan taxta parçasını 2 metrlik hissələrə ayırmaq üçün neçə kəsim etmək lazımdır? Məsələn, mən bu düzxət parçasını 3 hissəyə ayırım. Birinci hissə, ikinci hissə, üçüncü hissə. Neçə kəsim etdim? 2 dənə. Deməli, neçə hissəyə ayırmalıyamsa, edəcəyim kəsim ondan bir vahid az olur. İndi baxaq məsələyə. 60 metrlik taxta parçasını 2 metrlik hissələrə ayırmaq üçün neçə kəsim etmək lazımdır? 2 metrlik hissələrə ayırıramsa, deməli 30 hissə olur. Edəcəyim kəsim də ondan bir vahid az olmalıdır. 30 hissədirsə, deməli 1 çıxıram 29 kəsim etmək lazımdır. Cavab D variantı. Baxaq 42'yə.
Uzunluğu 32 metr olan taxta parçasını 2 metrlik hissələrə ayırmaq üçün neçə kəsim etmək lazımdır? 2 metrlik hissələrə ayırıramsa, deməli 16 hissə alınır. Hissə 16 dənədirsə, çıxıram 1, alınır 15. Deməli, 16 hissəyə ayırmaq üçün 15 kəsim etmək lazımdır. Cavab Y variantı. 43-cü sual. A-nın hansı qiymətlərində əkob A8 bərabər 8 bərabərliyi doğrudur? Qaydaya əsasən bilirik ki, AB-nin böləni olduqda əkob B-yə bərabər olur. Burada da əkob B-yə bərabərdirsə, deməli A 8-in bölənləridir. Yəni A ola bilər 1, 2, 4 və 8. Cavab B variantı. 44-cü sual. Burada da eyni. Əkob A 12, 12-yə bərabərdirsə, deməli A ədədi 12-nin bölənləridir. 12 bərabərdir. 1, 2, 3, 4, 6 və 12 ola bilər. Y variantı. Baxaq indi 45-ə. 40 ədədinin müsbət tam bölənlərinin cəmini tapın. 40-ın bölənlərini yazaq. 1, 2, 4, 5, 8, 10, 20 və 40. Bunların cəmi isə bərabərdir. 7 üstəgəl 13 üstəgəl 30, bu da 40, 70. Deməli, 20 üstəgəl 70 bərabərdir 90. Cavab C variantı.